2022-ci il 26 iyun tarixində Prezident İlham Əliyev tərəfindən qoyulan Kəlbəcərdə isti su mineral su zavodundayıq. Zavodda istehsal olunan suyun tərkibi dünyanın aparıcı laboratoriyalarında yoxlanılır və müsbət nəticələr əldə olunur. Hazırda isə zavodda 96 əməkdaş çalışır ki, onlardan da 54'ü yerli, yəni Kəlbəcər sakinləridir. Dövlətimizin göstərdiyi diqqət və qayğı sayəsində mənzillə təmin olunmuşam. Bu bizim kimi ailələrə çox böyük dəstəkdir. Uzun illər həsrətində olduğumuz doğma torpaqda, öz evimizdə yaşamaq sözlə ifadə olunmayacaq qədər dəyərli bir hissdir. Hal-hazırda Kəlbəcər rayonunda yerləşən İsti su mineral su zavodunda mühasib kimi fəaliyyət göstərirəm. Doğma rayonunda işləmək, onun inkişafına öz töhfəmi vermək mənim üçün böyük qürur mənbəyidir. Yaradılan iş şəraiti, yeni imkanlar insanı daha da həvəsləndirir. Bu səbəbdən göstərilən diqqət və qayğıya görə dövlətimizə dərin təşəkkürümü bildirirəm. Çünki biz bugün bu qayğı və dəstək sayəsində yenidən öz yurdumuzda xoşbəxt şəkildə yaşayır və çalışırıq.